Quran at çəkmədi, maraqlı metoddan istifadə elədi. O da bu idi ki, vəsiflərlə bəyan elədi. Vəsiflərin Gözəl bəyan. çox belə maraqlı bir yol tutdu. Ki, o vəsiflərin hamısı o qədər vəsifdir ki, özdə. Çıxmaq olmur ha vəziyyətdən. O yerə gəl çatdı ki, deyirlər, yox, budur. Allah başladı neynəməyə? İmamətdən nə qədər danışır? Məgər imamətdən danışmıyor? İnnəmā yuridullah liyuzhibə ənkumur rics əhləl beyt və yutəhhirəkum təthira. Allah siz əhl-i beyti pak elədi, çirkinliklərdən pak elədi, mütəhhər elədi. İmamətdir də. La əsəlukum əleyhi əcrən illəl məvəddətə fil qurba. Sevin bu əhl-i beytimi, imamətdir də. İnnəmə nut'imukum livəçillah. Özləri ac qaldı, yedirtdi əhl-i beyt də. La nuridu minkum cəzaən və la şükura. Heç nə sizdən istəmirik, təşəkkür istəmirik, əhl-i beytdir də. Əbnaəna, əbnaəkum. Əbnaəna, əbnaəkum, əhl-i beytdir. Ənfusəna, ənfusəkum, əhl-i beytdir. Nisaəna, nisaəkum, əhl-i beytdir. Qul i'məlu səyərəllah əmələkum və rəsuluhu vəl-mü'minun. Əməllərinizi seyr eləyən qiyamətə qədər əhl-i beytdir. Ətiullah və ətiur rəsul və ulul əmri minkum. İtaət eləyin bunlara, əhl-i beytdir. Minən nasi mən yəşir nəfsə ibtiğa əmərdatillah. Mənim bəndələrimin içərisində eləsi ki, var ki, bütün ömrünü mənə verdi. Heç nə istəmirsən, bir dənə istəyi budur. Mənim razılığım olsun, əhl-i beytdir. Əl-yom əkməltu ləkum dinəkum. Dinin kamalı əhl-i beytdir. Ətməmtu aleykum niməti, nehmətin tamamı əhl-i beytdir. Raditu ləkum əl-İslamə dinən. Razı oldum bu dindən, əhl-i beytdir. Yevmə izinlə tusəlunnə ənin nəyim. Qiyamət günü neymətlər haqqında sorğusu olacaqsınız, əhl-i beytdir. Salihul müminin, əhl-i beytdir. Likulli qovmin had, əhl-i beytdir. Hidayət eləyən əhl-i beytdir. Və sadiqunə sadiqu və sabiqunə sabiqun, öndə olanlar əhl-i beytdir. Yəşhəduhul müqarrabun, əhl-i beytdir. Fi buyutin əzinəllah ən turfəa, o uca ev əhl-i beytin evidir. Fəsəlu əhlə zikr, əhl-i beytdir. Ənə mədinətul elm və əliyyun babuha, əhl-i beytdir. Xeybər əhl-i beytdir. Əhzab əhl-i beytdir. Bədir əhl-i beytdir, Aşura, Zuhur əhl-i beytdir, Fatimiyyə, Qədirxum əhl-i beytdir. Nə desin, nə qədər desin? Maşallah. Vəsf elədi də Allahımız bizə. Sən Allah bu qədər vəsfdən sonra deyə bilərsən, Quran əhl-i beytdən söz danışmayıb. Bundan sonra demək olar ki, ya əhl-i beyt İslam deyil. Hacı, bu dedikləriniz zərbətu əliyyun idi ya. Zərbə idi. Gəzən. Hamısı vəsf eləyib Allah Teala. Vəsf eləyib bir-bir danışıb bizə. Nələr danışmayıb bizə. Nələr demədi bizə. Allah sizi qorusun. Davam eləyim, qoy biraz ürəyim doludur, qoy danışım.